It's Esmira from Qacar. Bugün biz sizinlə qrammatik bir mövzu haqqında danışacağıq, gələcək zaman haqqında danışacağıq və gələcək zamanı hansı ifadələrlə, hansı köməkçi fe'llərlə qura biləcəyimiz haqqında mən sizə məlumat verəcəm. Ümumiyyətlə gələcək zaman anlayışı deyəndə nəyi nəzərdə tutduğumuz yəqin ki, hər kəsə məlumdur. Gələcək zamanla bağlı qurduğumuz planlar, bizim təxminlərimiz və sair hər biri bura daxildir. Gələcək zamanı bir neçə formada ifadə eləyə bilərik. Will-in yardımı ilə və ya to be, going to vasitəsilə və ya indiki davam edici zamandan istifadə edərək də biz gələcək zaman mənası yarada bilərik, gələcək zamanda cümlə yarada bilərik. Hətta present simple belə bəzən gələcək zamanda istifadə olunan cümlələrdə istifadə oluna bilir. Gələcək zaman mənası yükləmək istədiyimiz cümlələrdə istifadə oluna bilir. İlk olaraq will-lə hansı cümlələri qurduğumuz haqqında danışaq. Biz will-i gələcək zamanda o zaman istifadə edirik ki, gələcəkdə edəcəyimiz hərəkətlə bağlı qərarı danışıq anında qərara alırıq. Yəni danışarkən nə isə qərara alırıqsa, nə isə planlaşdırırıqsa, bu spontan bir qərardırsa, o zaman cümləni will vasitəsilə qura bilirik. Məsələn, I will call you after the meeting. Mən səni, mən sənə görüşdən sonra zəng edəcəm. Bu ani olaraq verilmiş bir qərar olduğuna görə biz burada cümləni will-in yardımı ilə qura bilmişik və yaxud da narahat olma, mən sənə ev tapşırıqlarında kömək edəcəm. Eyni qaydada burada da danışıq anında hər hansısa bir dostumuzun, tanışımızın köməyə ehtiyacı olduğunu görərək ani olaraq verdiyimiz bir qərar olduğuna görə burada da cümləni will-in yardımı ilə qura bilmişik. Növbəti olaraq biz baxacağıq to be going to-ya. To be going to-nu isə o zaman istifadə eləyirik ki, artıq bu bizim niyyətimizdir. Sadəcə olaraq yer və zaman haqqında heç bir şey qərarlaşdırmamışıq, bu barədə danışmamışıq. Yəni, bu barədə artıq qərarımız var. Amma bayaq da dediyimiz kimi yer və zaman qərarlaşdırılmayıb. Artıq bu zaman biz to be going to-dan istifadə edə bilərik. Məsələn, bu o deməkdir ki, biz artıq bu hadisə barəsində düşünmüşük, edəcəyimiz şey barəsində düşünmüşük, bir qərar vermişik və bunu böyük bir ehtimal ki, dəqiq şəkildə yerinə yetirəcəyik, qətiyyətlə yerinə yetirəcəyik. O zaman istifadə edə bilirik. Eyni zamanda to be going to-nu predictionlarla, yəni təxminlərlə istifadə edə bilirik. Əgər nəyinsə baş verəcəyi ilə bağlı əlimizdə sübut varsa, biz onu aydın şəkildə görə biliriksə ki, bu şey baş verəcək, o zaman biz to be going to-dan istifadə edə bilərik. Tutaq ki, göydə buludların olduğunu görürük. Artıq yağışın yağacağını biz təxmin edə bilirik, çünki əlimizdə buna uyğun olaraq əsaslı bir sübut var. Artıq burada deyə bilirik ki, it is going to rain. Yağış yağacaq. Çünki əlimizdə bunu demək üçün əsaslı bir sübutumuz var, buludların olması. Növbəti olaraq biz dedik ki, present continuous'dan da istifadə edə bilirik. Gələcək zaman anlayışını yaratmaq üçün present continuous'dan necə istifadə edirik? Gəlin onun da haqqında danışaq. Əgər bizim qərarımız, planımız qətidirsə və artıq yer və zaman qərarlaşdırılıbsa, dəqiqləşdirilibsə, o zaman present continuous istifadə edə bilirik.
Artıq bunlar dəqiqləşdirilmiş planlardır. Kimlənsə bunu qərarlaşdırmışıq, dəqiqləşdirmişik. Hətta dediyimiz kimi yer və zaman bəllidir. O zaman present continuous istifadə edə bilirik. Məsələn, mən sabah axşam dostumla görüşəcəm. Gördüyünüz kimi saat bəllidir. Artıq bu planlaşdırılmış, qarşılıqlı qərarlaşdırılmış bir şeydir. O zaman present continuousdan istifadə edə bilirəm. Və yaxud da biz bu gün axşam yeməyini saat 8-də edəcəyik deyərkən də artıq bunu planlaşdırmışıq. Gördüyünüz kimi dəqiq bir saat var. Ona görə də bu cümləni də present continuous vasitəsilə qura bilirəm. Bir də biz bayaq qeyd elədik ki, present simple-ı da dördüncü hal kimi present simple-ı da gələcək zaman mənasında istifadə edə bilirik. Present simple-ı o halda gələcək zaman mənasında istifadə edirik ki, artıq bu cədvəl formasında qurulmuş bir şeydir, cədvəlləşmiş bir şeydir. Özünün konkret tarixləri var. Məsələn, bura aiddir qatarların hərəkəti. Artıq bunun özünün konkret bir cədvəli, schedule, timetable-ı var. O zaman biz burada present simple-dan istifadə edə bilirik. Məsələn, qatar sabah saat 6-da gedir. Artıq bu cədvəl formasında qurulmuş bir şeydir. Qatarın gediş-gəliş saatları müəyyənləşmiş bir şeydir və yaxud da dərslər həftənin birinci günü başlayır. Bazar ertəsi başlayır. Bu artıq yenə cədvəlləşmiş bir şeydir. Və əlavə olaraq bura bunu da qeyd edək. Rəsmi proqramlarla da istifadə olunur. Məsələn, artıq dərslərin başlamasını rəsmi proqram kimi düşünərək bu cümləni də present simple vasitəsilə qura bilərik. Və ya the store opens at 9 o'clock. Mağaza saat 9-da açılacaq. Bu artıq öncədən qərarlaşdırılmış, planlaşdırılmış, davamlı olaraq eyni şəkildə davam eləyən, hər gün mağaza tutaq ki, saat 9-da açılır. Bu artıq onun cədvəlidir. Ona görə də bunu da present simple vasitəsilə qura bilirik. Bir də bayaq biz to be going to ilə bağlı predictionlardan danışdıq. Eyni qaydada predictionlarda, yəni təxminlərdə will-dən də istifadə edə bilirik. Amma bu bizim düşüncəmizin əsasında olanda istifadə edə bilirik. Yəni əlimizdə hər hansısa dəqiq bir sübut yoxdur. Necə ki bayaq nümunə verdik, buludlar var, yağış yağacaq. Bunun kimi dəqiq bir sübut yoxdur, amma biz bunun baş verəcəyini düşünürük, təxmin edirik. O zaman will-dən istifadə edə bilərik. Məsələn, o yaxşı həkim olacaq. Əgər bununla bağlı bayaq dediyimiz kimi görə bildiyimiz aşkar sübutumuz yoxdursa, bu bizim sadəcə düşüncəmiz əsasındadırsa, o zaman prediction olsa da, təxmin olsa da will-dan istifadə edəcəyik. Will-in yardımı vasitəsilə quracağıq. Ümid edirəm ki, bu izah sizə tam aydın və yararlı oldu. Növbəti videolarda görüşərik.